Salam. Bu günləri deməli 2025-ci ilin toplusundan birinci hissədən isbat 8-i həll eləyəcəyik. Bildiyimiz kimi isbat birinci qruplarda əsasən düşür. Ümumiyyətlə riyaziyyatı isbatsız təsəvvür eləmək mümkün deyil. Riyaziyyatda hər şey isbatlandır. Bir də görürsən şagirdlər, abituriyentlər deyir ki, müəllim isbata baxaq da, bu isbat elə riyaziyyat başdan ayağa isbatdır da. Gündə nə deyirik isbatla olur da bu şeylər. Elə bilirlər isbat güya başqa bir şeydir. İsbat başqa bir şey deyil. Gündəlik istifadə elədiyimiz riyaziyyat demək olar ki, isbatdır elə. Nömrə 8. İsbat edin ki, üçbucağın xarici bucağın tənböləni onun tərəfinə paraleldirsə, bu üçbucaq bərabər yanlıdır. Deməli, onda bizə şərtdə nə verib burada? Bizə şərtdə verib ki, hərfləndirək böyük hərflə. Deməli, CD paraleldir AB. Həm də verib ki, CD tənböləndir. Onda bura bir də hərf yazaq Y. Deməli, verib ki, yəni Y, bucaq Y, C, D konkurentdir bucaq B, C, D-yə. Tənbölən odur ki, bucağın təpəsindən çıxsın və bucağı iki bərabər bucağa bölsün. Tənbölən olması deməli bu deməkdir. Sadəlik üçün biz bunları məsələn üçün alfa ilə işarə eləyə bilərik ikisində. Bunlar ikisi də olsun alfa. Deməli, indi belə elə. İndi biz nə göstərməliyik? Biz göstərməliyik ki, isbat etməliyik ki, isbat etməli. AC bərabərdir BC-yə. İsbatı. Deməli, şərtdə verib CD paraleldir AB və CB kəsən. Onda məlum xassəyə görə iki paraleldirsə, üçüncü ilə kəşfət daxili çarpaz bucaqlar bərabər olduğundan bucaq ABC bərabərdir bucaq BCD. O da bərabər olar alfaya. Digər tərəfdən yenə CD paraleldir AB və AC kəsən olduğundan onda bucaq YCD bərabər olar bucaq CAD-yə. Niyə görə bunlar bərabər olur? Bunlar çünki uyğun bucaqlardır. Yəni CD AB-yə paralel CA kəsən olduğundan bucaq YCD ilə CAB uyğun bucaq olduğuna görə bərabərdir. Deməli, qeyd edilir ki, uyğun bucaqdır, ona görə də bərabərdir. Deməli, biz nə aldıq onda? Biz aldıq ki, bucaq CAB bərabərdir bucaq CBA. Və bilirik ki, üç bucaqda bərabər bucaq qarşısına bərabər tərəf durur. Onda CB bərabər olur AC-yə. Bunu da isbat tələb olunurdu. Bu da bundan ibarətdir. Deməli, paralel cəhətlərin xassəsindən bir də üç bucaqda bərabər bucaq qarşısına bərabər tərəf dayanır. Bu teoremdən istifadə edirik. Deməli, iki teoremdən istifadə edirik. Paralel cəhətlərin xassəsindən bir də üç bucaqda bucaq və tərəf arasında münasibətlərdə. Növbəti isbatımız 9 olacaq. İnşallah sabah eləyərik onu. Sağ olun.